Sumqayıtda 40-cı məhəllədəki tullantı problemi aradan qaldırıldı. Sakinlər təşəkkür etdi. Bir neçə gün əvvəl Sumqayıt TV-də Sumqayıt şəhərinin 40-cı məhəlləsində hərbi komissarlığın qarşısında məişət tullantılarının yığılması ilə bağlı sakinlərin müraciətini işıqlandırmışdıq. Bu gün isə həmin ərazidə yaşayan sakinlər redaksiyamıza yenidən müraciət edərək problemin aradan qaldırıldığını bildiriblər. Onların sözlərinə görə xəbərin dərc edilməsindən sonra aidiyyəti qurum tərəfindən ərazidə təmizlik işləri aparılıb. Toplanmış tullantılar daşınıb və ərazi səliqəyə salınıb. Sakinlər operativ tədbir görüldüyünə görə aidiyyəti quruma təşəkkürlərini bildirərək problemin işıqlandırılmasına görə Sumqayıt TV kollektivinə də minnətdarlıqlarını ifadə ediblər. Ümid edirik ki, ərazidə təmizlik işləri bundan sonra da mütəmadi şəkildə aparılacaq və oxşar halların təkrarlanmasının qarşısı alınacaq. Sumqayıt TV olaraq şəhər sakinlərini narahat edən məsələləri işıqlandırmağa və aidiyyəti qurumların mövqeyini dərc etməyə davam edəcək. YouTube kanalımıza abunə olun, bizi Instagram, Facebook və TikTok səhifələrimizdə də izləməyi unutmayın.